Apoteizm nədir? Apoteizm və ya apoteist dinə, ilahi varlıqlara və ya Tanrının mövcudluğuna qarşı tam bir maraqsızlıq və laqeydlik mövqeyidir. Bu dünya görüşünə sahib olan şəxslərə apoteist deyilir. Onlar üçün Tanrının var olub olmaması gündəlik həyata, mənəviyyata və ya kainatı anlamağa heç bir təsir göstərmir. Əsas xüsusiyyətləri: müzakirəni əhəmiyyətsiz görmək, ateistlər Tanrının olmadığını, aqnostiklər isə bunu bilməyin qeyri-mümkün olduğunu müdafiə etdiyi halda, apoteistlər Tanrı var ya yoxdur, bunun heç bir əhəmiyyəti yoxdur yanaşmasını mənimsəyir. Təcrübi yanaşma: apoteistlər diqqətlərini ilahi və ya metafizik suallara deyil, real həyata, elmə və insan münasibətlərinə yönləndirirlər. İnanc mübarizəsinin olmaması onlar dinləri təqlid etmək və ya teistlərlə debat etmək üçün güc sərf etmirlər. Mövzu onlar üçün sadəcə maraqsızdır. Qısacası, apoteizm bir inanc və ya inancsızlıqdan daha çox dini və metafizik suallara qarşı praqmatik bir laqeydlikdir.